Biləsuvarda Lexus markalı minik avtomobilinin idarə etmədən çıxaraq kanala aşması nəticəsində 5 nəfər ölüb. Hadisə nəticəsində ölənlərin kimliyi məlum olub. Belə ki, qəza zamanı sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli, 2007-ci il təvəllüdlü Əli qardaş Rəsulzadə hadisə yerində, 2003-cü il təvəllüdlü sürücü Vasif Həsənli isə aparıldığı xəstəxanada vəfat edib. Məlumata görə Rusif və Vasif Həsənli qardaşdır. Bəydili kənd sakini olan Əli qardaş Rəsulzadə yaxın günlərdə hərbi xidmətə gedəcəkmiş. Məlumata görə avtomobildə olan yaxın qohumlar və dostlar olub. Onlar Biləsuvar rayonunun Bəydili kəndinə gedirmişlər. Hadisədə bu zaman baş verib. İldırımın onların əmisi oğlu, digərlərinin isə dostları olduğu bildirilir. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə baş verən əraziyə FHŞ-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon yanğından mühafizə hissəsinin yanğın söndürən xilasediciləri cəlb edilib. Qəza nəticəsində avtomobildə həyatını itirən 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.